Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı-Tbilisi-Bakı qatarı ilə səyahət edəcək sərnişinlər üçün baqaj qaydaları açıqlanıb. Xəbər verilir ki, Azərbaycan Dəmir Yollarının yaydığı məlumata əsasən Komfort və Komfort Plus siniflərində səfər edən sərnişinlər çəkisi 23 kiloqramdan çox olmayan bir ədəd baqajı ödənişsiz daşıya bilərlər. Lüks sinifdə isə pulsuz baqaj limiti 30 kiloqram müəyyən edilib. Bununla yanaşı sərnişinlərdən kiçik 52 üçün əlavə ödəniş tələb olunmur. Qaydalara əsasən qatlanan uşaq arabalarının da pulsuz daşınmasına icazə verilir. Komfort Plus kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını açıq vəziyyətdə də daşıya biləcəklər. Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı mayın 25-dən fəaliyyətə başlayır. Xeyirli olsun.